Bakı Dərin Özürlər Zavodu yalnız polad və texnologiyalardan ibarət deyil. Bu, Heydər Əliyevin uzaq görən düşüncələrinin, Azərbaycanın gələcəyinə qoyulan investisiyanın simvoludur. Bu zavodun təməlində isə dahi liderin sirli iradəsi dayanır. Bakı Dərin Özürlər Zavodu. İndiki adı ilə Heydər Əliyev adına Bakı Dərin Özürlər Zavodu. Sovet İttifaqı dövründə belə bir zavodun Azərbaycanda inşa edilməsi mümkünsüz idi. Ta ki Heydər Əliyevin atdığı addımlara qədər. Tikintisinə 1978-ci ildə başlanılan zavod 1984-cü ildə istifadəyə verilir. Zavodun fəaliyyətə başlamasından təqribən 10 il sonra isə Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə əsrin müqaviləsi imzalanır. Bundan sonra zavod beynəlxalq enerji bazarlarının nəhəngləri ilə əməkdaşlığa start verdi. Əməkdaşlıq edilən əsas beynəlxalq şirkətlər BP, Böyük Britaniya, Statoil, Norveç, ExxonMobil, Amerika Birləşmiş Ştatları, Total, Fransa, Unokal, Amerika Birləşmiş Ştatları, Lukoil, Rusiya. Gələn investorlar tikiləcək quruların harada tikilməyi, hansı müəssisə var, yoxdur və o nöqteyi nəzərindən bu zavodun həmin dövrdə artıq fəaliyyət göstərməsi böyük bir, belə deyək, bizim üçün müsbət bir cəhət idi. Mənim yadımda 90-cı illərdə yarım dağılma üzən qurusu var idi, Dədə Qorqud. Onun rekonstruksiya işləri bizim sahədə görüldü və onun açılışına Ulu Öndər gəldi, xeyir duasını verdi. Azərbaycanın neft sənayesini inkişaf etdirmək üçün Azərbaycanın Xəzər dənizində olan sektorundakı neft yataqlarından səmərəli istifadə etmək üçün Dərin Özürlər Zavodu tikilməsi haqqında qərar qəbul etdik. Mərkəzi hökumət zavodu Həştərxanda tikdirməyi nəzərdə tutmuşdu. Ancaq Heydər Əliyevin təşəbbüsləri nəticəsində zavod Azərbaycanda, konkret olaraq Bakı yaxınlığında inşa edildi. Bununla da Azərbaycanın neft sənayesində mühüm mərhələ başladı. Bugün müəssisədə həm dayaq bloklarının, həm də üst tikililərin hazırlanmasında 6000-ə yaxın insan çalışır. Bunların 90%-dən çoxu yerli kadrlarda. Zavod ildə təxminən 60.000 ton metal konstruksiya istehsal edərək ildə 2-3 dərin dəniz özülü hazırlayır. Mühəndislər uğurların özəyini Heydər Əliyevin qoyduğu prinsiplərə sadiq qalmaqla əlaqələndirirlər. 2345 nömrəli SOCAR layihəsinin dayaq özüllərinin tam işlənmiş və yola salmaya hazırdır və onun üst tikillərinin yekun işləri hal-hazırda sexdə görülür. Getdikcə daha da təkmilləşir, getdikcə daha da uğur əldə edərək həmən prinsiplər əsasında Ulu Öndərimizin qoyduqları o prinsiplər, o örnəkləri istifadə edərək daha da uğurlara əldə edirik. Perspektivlərə gəlincə, İlin sonunda BP-nin sifarişi ilə Şahdəniz yatağına kompresor blokunun tikintisi nəzərdə tutulub. Biz ilk payların istehsalına başlayacaq və 26-cı ildə inşallah yəni bizim bu dayaq blokunun tikinti işləri başlayacaq. O da təxminən 28-ci ilə qədər davam edəcək. Və bütün bunların hamısı bir daha sübut elədi ki, Ulu Öndər doğrudan da yaşadığı dövrdən 5 gün, 10 gün yox, 20 il, 30 il qabağı görüb. Məhz buna görə 2004-cü ildə Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanla zavoda Heydər Əliyevin adı verildi. Bu addım Ulu Öndərin neft sənayesinə verdiyi töhfələrin əbədiləşdirilməsi məqsədini daşıdı. Bir sözlə, bu zavodun təməlində sadəcə polad və texnologiya yox, dahi liderin iradəsi dayanır. Fidan Mahmudova, Bağır Kərimov, Nərbin Kərim, ASTV Xəbər.